Ümumiyyətlə bu sələfi sözü haqqında nə deyə bilərsiniz? Yəni bu söz nə vaxt yaranıb? Yəni Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vessalatu vesselamu ala rasulina Muhammed və ala alihi və sahbihi ecmaîn. Amma ba'd. Ümumiyyətlə birincisi bilmək lazımdır ki, Əhlüs-Sünnə vəl Cəmaə məzhəb deyil. Bu bilinməsi vacib olan məsələlərdəndir. Və bəzi insanlar elə zənn eləyir ki, Əhlüs-Sünnə vəl Cəmaə digər firqələr kimi ayrıca bir firqədir. Əslində belə deyil və Əhlüs-Sünnə heç vaxt özünü o firqələr kimi ayrıca bir firqə saymayıb və belə də görməyib. Və bu səbəbdən biz deyirik ki, Əhlüs-Sünnə bu yol İslamın özüdür. Fəqət sonradan başqa firqələr, başqa məzhəblər ortaya çıxdığına görə o firqələrin müqabilində Əhlüs-Sünnədə ayrıca bir məzhəb kimi görünməyə başlayır. Bunu bəzi dərslərimdə qeyd eləmişəm, yenə də xatırladıram. Elə bil ki, sanki bir ağ kağız götürürsən və o ağ kağıza cürbəcür rənglərlə boyuyursan. Göy, yaşıl, qırmızı, qara, sarı və ortada bir yeri rəngləmədən saxlayırsan və birinə sual verirsən ki, o nə rəngdir? Deyir, ağ rəng. Amma əslində sən oranı boyamamısan. O ağ rəng yox, o kağızın özüdür. Və Əhlüs-Sünnətin bugün firqə kimi, məzhəb kimi görünməsi də eyni bu misaldakı kimidir. Yəni, başqa məzhəblər ortaya çıxdığına görə İslamın özü, İslamın özəyi o məzhəblərin müqabilində ayrıca bir məzhəb kimi görünməyə başlayıb. Yoxsa Əhlüs-Sünnə ayrıca bir firqə deyil ki, deyəsən ki, hansısa zamanda, neçənci ildə kim tərəfindənsə çıxarılıb. Yox, bu Rasul sallallahu aleyhi və səlləmin Allahdan gətirdiyi dinidir. İnnəd dinə indəllahi İslam. Allah qatında din İslamdır. Və bu sələfiyyətdir. Amma o adlara gəldikdə isə, bu adlar nisbidir. Nisbi adlardır. Müəyyən zamanlarda Əhlüs-Sünnə vəl Cəmaə özünü başqa firqələrdən fərqləndirmək üçün müəyyən adlarla adlanıb. Və özünü müəyyən adlarla neyiniyib? Müəyyən adlarını adlandırıb. O da ki, insanlar bu haqq yolu əyri yollardan rahat seçə bilsinlər deyənə. Yəni, bu ad nisbidir. Bu adlar nisbidir və əslən baxanda bu adların çoxsu elə Rasul sallallahu aleyhi və sələmin hədislərindən götürülür. Məsələn, İmam Əhmədin zamanında Əhlüs-Sünnətə deyilirdi ki, əhli hədis, əhlül hədis. Yəni, hədis əhli və ya əhlül əsər, əsər əhli. Nə üçün? Çünki amma bugün elə deyilir, bugün işlənmir. Hər hansı bir sünnət əhlinə soruşsan ki, sən nəsən? Ya deyər ki, sələfiyəm, ya sünniyəm, ya əhlüs-sünnəyəm. Amma heç görməzsən ki, desin, mən hədis əhliyəm. Niyə? Çünki bu adlar nisbidir. Bəli, İmam Əhmədin zamanında bu ad deyilirdi və deyilməsinin mənası var idi, yeri var idi. Niyə? Çünki İmam Əhmədin zamanında elə bil əhlüs-sünnətdən bəzi, belə deyək də, fiqhi məktəblər qurulmuşdu. Onlara deyirdilər rəy əhli. Rəy əhli. Və o rəy əhlində sünnətə tabiçilik az idi. Və onlar fiqhi məsələlərdə qiyasdan çox istifadə edirdilər deyənə, artıq o rəy əhlinin müqabilində əhl-sünnətə nə deyilirdi? Yəni, sünnətə tabi olanlara deyilirdi hədis əhli. Niyə? Çünki onlar rəy əhli deyildi, onlar hədis əhli idi. O səbəbdən İmam Əhmədin zamanında belə idi. Məsələn, əhl-sünnətə deyilirdi əhlül hədis, əhlül əsər və s. Həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellemin hədislərində gəlib firqatun naciyə, yəni qurtulan firqə, yəni nəcat, cəhənnəmdən nəcat tapan firqə. Bu da Əhlüs-Sünnə vəl Cəmaənin adlarındandır. Həmçinin Taifətul Mənsura,
Taifətul Mansura, yəni zəfər çalacaq tayfa, bu da Əhl-i-Sünnə vəl Cəmaənin adlarındandır. Həmçinin Quraba, yəni qəriblər. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, İslam qərib olaraq başladı və bu qəriblik də yenidən qayıdacaq və xoş halını o qəriblərin. Həmçinin Əhl-i-Sünnə, yəni sünnət əhli, həmçinin Əhl-i-Sünnə vəl Cəmaə və ya Əhlül Cəmaə, cəmaat əhli. Yəni, burada o önəmli deyil. Burada nisbidir. Həmçinin belə bir dövr gəlir ki, artıq özünü sünnətə nisbət edənlər çoxalır. Bugün məsələn əşarilər də, maturidilər də soruşsan deyəcəklər ki, biz nəyik? Sünnət əhliyik. Və məhz onlar özlərini sünnətə nisbət etdiklərinə görə, amma əslində sələfin fəhmindən uzaq düşdüklərinə görə Əhl-i-Sünnə bu nisbətdə başladı deməyə ki, biz sələflərik. Yəni, Qur'an və sünnəyə sələfin fəhmi ilə tabi olanlarıq. Yəni, demək istədiyim budur ki, bu adlar nisbidir və bunların heç birisi firqə deyil. Və sual verilsə ki, yaxşı, bu yolun banisi kimdir? Biz deyirik ki, bu yolun banisi Rasul sallallahu aleyhi və səlləmdir. Çünki bu yol, yəni sələfin yolu 3 əsas üzərində qurulub. O əsaslardan biri Tevhid, La ilahe illallahın tələbi, ikincisi sünnətə tabiçilik, bu da Muhammed Rasulullahın tələbi və bir də dini sələfin başa düşdüyü şəkildə onların fəhmi ilə başa düşmək. Yəni, yol budur. Yəni, əgər sual verilsə ki, bu sizin yolunuz ki var, yəni, tevhid, şirki rədd etmək, sünnətə tabiçilik, bidəti rədd etmək və dini Allah Rasulunun, əhl-i beytinin, əshabının fəhmi ilə, o sələfin fəhmi ilə anlamaq. Sual verilsə ki, bu ki var ha, bunun banisi kimdir? Aydındır. Cavab aydındır ki, bu Rasul sallallahu aleyhi və səlləmi bizə qoyub getdiyi və gecəsi də gündüzü kimi apaydın olan bir yoldur. Adlara gələndə isə bunlar nisbidir. Vəssalam. İxlasla.com saytı tərəfindən təqdim olundu.